Salam dostlar, bugün Basic Join hissəsindən ikinci sualımız olan Product Sales Analysis 1 sualını izah edəcəyik. Çox sadə bir sualdır. Sadə bir join birləşdirmə sualıdır. Baxaq, əvvəldə cədvəlimizi izah edək. Bizim iki dənə cədvəlimiz vardı, Sales və Product. Belə göstərək buradan. Sales cədvəlimizdə Sales ID, Product ID, Year, Quantity, Price və Product cədvəlimizdə Product ID və Product Name cədvəllərimiz var. Join sualı olduğu üçün sırazı biz baxmalıyıq ki, ortaq olan sütunlara Product ID, Product ID. Yəni birləşdirmə işləmimiz buna görə olacaq. Çıxışa baxaq. Product name-in adını veribdi, ili veribdi və price qiyməti veribdi. Okey, elə bir başqa bir şey baxaq görək soruşurmu? Xeyr, soruşmur. Elə bizdən sadə birləşdirməni soruşur. Mən sadə olsun deyə bunu buradan götürürəm. Yazaq select sütunların adlarını yazırıq. Burada kopyalayanda xəttlər düşür. Bundan silib vergül atmaq lazımdır. Price bunlara deməli baxaq ki, iki dənə sütun buna aid. Sales götürək. Left join eləyərək. Buradan soldan birləşdirərək product name-i. Okay, sales S yazacağam. Bilmirəm, keçən dərs demişdim də yəqin ki, bu S yazmaq sadəcə birləşdirmə işləmində cədvəlin adını qısaltmaqdır. Məsələn, 10 yazırıq, 10 birləşdirmə sales.product ID yazmaqdansa S.product ID yazacağam. İndi product'a da P yazacağam qabağına. P.product ID yazacağam. Yəni bir növ qısaldır. Sales S from yazmamışam. From sales S. Left join product. Gözləyin, bunları buradan götürək. Mən çox hərf səhvlər edirəm bəzən. Aha, 10. Deməli, nəyə görə birləşdiririk? Product'a bayaq dedim P atacam. P ataq ki, baxın, burada bir var. Product ID bərabərdir sales ID product ID yazaq. Bir də var, baxın, P yazmışam axı P.product ID bərabərdir sales.product ID. Daha doğrusu S.product ID. Yəni görürsüz, qısaldı. Bir dənə işlədək. Məncə səhv olmamalıdır. İşlədək, sonra sorğunu bir də izah edək. Aha, normal işləyir. Deməli, select yazdıq. Product name-i buradan götürdük. Left join edirik də. Baxın, bunları götürdük. Price və year. Left join, soldan birləşdirdik product name-in adını buradan baxsaq görəsiniz. Yəni məntiqlə düşür. Bunlar sağdan alınıb, bu soldan alınıb. Belə, ona görə left join yazdıq. S yazdıq ki, buranı qısalda bilək, sales nöqtə yazmayaq, S nöqtə yazaq. Left join bu hissədə join-nə bilən insan üçün heç nədir bura. Sadə bir join sualı idi. Sadə birləşdirmə elədik. Bundan sonraki suallarda bəzi şərtlər də olacaq. Onlara inşallah baxarıq. Hələ ki sadə joinlərdir. Yəni join mövzusunu bilən hər bir insan bunu həll etməlidir. Əks təqdirdə deməli join hissəsini ümumiyyətlə bilmir. İnşallah hələ joinlərə çatmamışam. Ondan da dərs saxlanı qoyacağam. 99-79 yaxşı xal idi.